Ötən ilki keçid balı ilə müqayisədə bu il 3-cü qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bala qədər artacaq. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ASTV-nin hədəf verilişində deyib. Onun sözlərinə görə 3-cü ixtisas qrupunda bu vəziyyət təxminən əvvəlki kimi olacaq. Düşünürəm ki, 1-ci və 4-cü ixtisas qruplarında ballar ötən ilki səviyyədə olacaq. Reallıq TV bildirir ki, Dövlət İmtahan Mərkəzinin sədri əlavə edib ki, ümumilikdə müsabiqəyə yalnız 200 baldan ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərmiş şəxslər buraxılacaq. Məleykə Abbaszadə qeyd edib ki, ümumilikdə kimlərin müsabiqəyə buraxılması ərizə verənlərin sayından asılı deyil. Bütün imtahan nəticələri elan olunandan sonra müqayisə edilə bilər ki, müsabiqəyə kimlər buraxılsın. Müsabiqəyə isə 2 imtahan nəticəsinə görə 200-dən çox bal toplayan abituriyentlərin sayı təsir göstərəcək. O əlavə edib ki, 1-ci cəhd imtahanında 3-cü qrupdan 1000-dən çox abituriyent 600 baldan yuxarı nəticə göstərir.